Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə çox dadlı, ləzzətli, çiyələkli piroq hazırlayacağım. Bu dad möhtəşəmdir, mütləq hazırlayın. Piroqu hazırlamaq üçün qab götürmüşəm. İçərisinə 2 stəkan yarım un əlavə edirəm. Soyuq 100 qram yağ əlavə edirəm. Üzərindən qabartma tozu, vanilin əlavə edirəm. Yağı una bulayaraq tiyorkadan keçirdirəm. Üzərindən bir yumurta əlavə edib xəmir yoğururam və 100 qram şəkər tozu əlavə edirəm. Yaxşıca qarışdırıram. Xəmiri toparlayıram, qoyuram soyuducuda 1 saata yaxın qalsın. Ələ yapışmayan orta yumuşaqlıqda xəmir alınır. İçlik hazırlayıram. Bunun üçün mən 300 qram çiyələk götürmüşəm, 2 yumurta, 400 qram kəsmik, 150 qram şəkər tozu və 100 qram xamadan istifadə edəcəm. İlk öncə blenderin içərisinə şəkər tozunu əlavə edirəm, üzərindən 2 yumurtanı əlavə edirəm, 400 qram kəsmik əlavə edirəm, 100 qram xama əlavə edirəm. Yaxşıca həll olana kimi qarışdırıram. Mütləq yaxşıca həll etmək lazımdır. İçliyimiz hazırdır. İçərisinə əlavə etmək üçün öncədən yuyub qurutduğum 300 qram çiyələyin saplarını təmizləyərək doğrayıram. Əgər çiyələk kiçikdirsə doğramaya da bilərsiniz. Məndə çiyələklər böyük olduğundan doğrayaraq içliyin içərisinə əlavə edirəm. Qırx dəqiqədir ki, soyuducuda gözləyən xəmiri çıxarıram. Bişirəcəyim listin içərisinə əlavə edirəm. Yaxşıca list boyu yayıram. Mütləq gördüyünüz formada yaymaq lazımdır. Yəni kənarlarına çıxartmaq lazımdır. İçərisində içlik olacaq. Çiyələyin içərisinə 1 xörək qaşığı nişasta əlavə edirəm. Yaxşıca qarışdırıram. Blenderdən keçirdiyim içliyin içərisinə əlavə edirəm. Azacıq saxlayıram üzərinə əlavə etmək üçün. İçliyi qarışdırıram. Piroq xəmirinin üzərinə əlavə edirəm. Öncədən 180 dərəcə qızdırdığım sobada üzəri azacıq qızarana kimi bişirirəm. Budur, çox dadlı, ləzzətli, çiyələkli piroqumuz hazırdır. Bu dad möhtəşəmdir, mütləq hazırlayın. Mən tələsdim, isti-isti servis etdim. Siz tələsməyin, mütləq soğuyandan sonra servis edin ki, bərk halda olsun. Yoxsa gördüyünüz formada isti-isti etsəniz yumuşaq olacaq və dağılacaq. Mən bu səhv etdim, siz etməyin. Ancaq çox möhtəşəm, çox dadlı piroq alınır. Mütləq bu resepti sınayın. Şirinliyi möhtəşəm, dadı möhtəşəm. Həqiqətən çox gözəl alındı. Əgər hazırlasanız, bəyənsəniz kanalıma abunə olub like atmağı unutmayın. Hələlik deyirəm, inşallah gələn videolarda, gələn vloglarda görüşərik.